Başlayaq layihənin içərisinə gəlib, gedişat necə gedir, prosesdən danışacağıq. Burada gördüyünüz sütunlar, baxın bu 9 dənə sütundan başlayır bütün bu layihə. Burada da onun əslində gedişatından bir hissə seçmişəm, onu göstərəcəm sizə. Yəni bu nədir? Bir mərtəbəli evin layihəsidir. Bizə nə lazımdır? Əlbəttə ki, mərtəbə planı normativlərə uyğun formadır. Bünövrə planıdır. Bəzən bu bünövrə planı olmur, amma vacibdir, bünövrə planı olmalıdır. Damın planı və fasadlar kəsik. Kəsik normalda bir ədəd bəs eləyir, amma biz hər iki tərəfdən də kəsik hazırlaya bilərik. Təbii ki, bu yəni müsbət bir üstünlüyü təşkil edir. Biz burada başlayırıq, yəni bayaq dediyim kimi sütunlardan. Sütunlar da ki, normal 40 sm-in 40 sm dördbucaqlı formadan ibarətdir. Bunları normativ uyğun olaraq 6 metrdən bir yerləşdiririk. Yəni normalda 10 metr, 12 metr olur evlər. Bu daha çox da ola bilər, təbii ki, az da ola bilər. Biz standart götürürük. Burada 6 metrdən bir qoyuruq, yəni 12-dən 12 dənə evdir. 12 metrdən 12 metr. Bu sütunları yerləşdirdikdən sonra biz artıq bunun ətrafında bu formada divarımızı çəkirik. Və bu divarı çəkdikdən sonra biz artıq koridor yaratmalıyıq. Baxın bu plana. Həmin bu plan buradan ərsəyə gəlibdir. Buradan gedişat davam etdikcə bu plan ərsəyə gəlib. Deməli biz burada ortada koridor yaratmışıq. Bu koridoru da eləmək üçün bu sütunlar, hansı ki ortada keçən sütun artıq çoxalmalıdır. Yəni burada göründüyü kimi bir sol tərəfə, bir də sağ tərəfə yerləşdirilməlidir. Bax bunlar. Bu halda bizim koridorumuz yaranır və biz başlayırıq digər dəyişikliklər etməyə. Keçid alırıq, buradakı plana baxırıq. Baxın burada necə oldu. Otaq bölgələri aparılıb, pəncərələr, qapılar yerləşdirilir, ölçülər qoyulub, aks sistemi qurulub. Fasadları isə iki formada biz çəkə bilirik. Deməli necə? Bir 3D formasında, bir də 2D formasında. 2D formasında burada göstərmişəm, yəni sizə göstərmək üçün bunu saxlamışam burada. 2D-də necə olur? Bax, bu formada xəttlərlə göstərilir, yeri təyin edilir və çəkilir. Dörd bir tərəfə eyni qayda. Deməli 3D versiyada isə bu formada olur. Biz bu formanı sağdan, soldan, öndən, arxadan hər bir tərəfindən section plan qoyaraq həmin fasadları ərsəyə gətirə bilərik. Həmçinin belə bu tip mürəkkəb qarışıq evlərdə forması bir nisbətən daha çətin evlərdə bu formada kəsit çıxartmaq daha rahatdır, nəinki təsvir yaradıb bir-bir çəkmək. Həmin evin layihəsi də burdadır. Baxın, biz artıq sadə layihələrdən başlayıb bu formada layihələrə keçirik. 2 dənə səhifə əksiydi burada. Onun nəyə görə? Çünki topoqraf bizə kod verməlidir. X, Y üzrə kodlar olur. Həmin kodların əsasən biz xəritədən yerləşdiyi mövqeyi tapırıq. Həmin mövqeyə uyğun biz burada çəkirik. Sonrakı proqramımız 3D Max olacaq, amma o Max-a keçməmişdən qabaq biz burada yan avtokadda otaq bölgələrimizdə aparmalıyıq. Tutaq ki, getdik bir hazır olmayan bir evə, təmizdir və onun ölçülərini biz özümüz çıxardırıq. Hazır plan götürə bilərik təbii ki, amma hazır plandan çox orada olan vəziyyətlə, ola bilər ki, nəyisə qalınlıq məsələləri var, divara vurulan suvaq və yaxud da digər şeylər. Siz real orada gördüyünüz çerçevəyə çıxarsınız, daha yaxşı olar, ölçüləri çıxarsınız. Mebel planını qururuq və mebel planından sonra keçəcəyik Max-a. Keçəcəyik Max proqramına. Sizə burada avtokadda layihəsi çəkilmiş, daha doğrusu ölçü götürülmüş bir evin, mənzilin vizual görüntüsünün hazırlanması prosesini göstərirəm. Hansı ki, 3D Max-da Corona render ilə hazırlanır. Biz Max-da materiallanmadan, modelləmədən, işıqlandırmadan və əsas prinsiplərdən danışacağıq. Məqsəd burada odur ki, qısa müddət ərzində keyfiyyətli və işə yarayacaq qədər sizin ortaya bir nəticə çıxartmağınızdır.